Sanki Allah bütün vitaminləri bu bitkidə toplayıb. Adı gicitgən. Təbiətin bizə verdiyi bu möcüzə A, C, K, B vitaminləri ilə zəngindir. Qanı artırır, immuniteti gücləndirir və bədəni təmizləyir. Sadə bitki kimi görünür, amma içində sağlamlıq xəzinəsi gizlidir. Ehtiyatlı yığmaq lazımdır ki, əlləri dalamasın. Körpə halda yığmaq lazımdır ki, bişirəndə bərk şəkildə qalmasın. Gicitgənlərimi yığdım. İndi isə bol-bol suda yaxşıca yumaq lazımdır. Daha sonra isə blender vasitəsilə doğrayacağım. Sizdə yoxdursa blender, əlinizlə də doğraya bilərsiniz. Amma əlcək taxmaq şərti ilə ki, əlinizi yandırmasın. Doğradım, artıq hazırdır. İndi isə bişirməyə keçək. Soğanı biraz qovurdum. İndi isə göylərini tökürəm. Kompotda qapağını bağlayaraq bişirək. Suyu salır, yağa düşəndə artıq yeməyimiz hazır olur. Yağa düşdükdən sonra duzunu da yumurtasını da vururuq və yeməyimiz artıq hazırdır. Bu qədər faydalı olan bitkini siz də mütləq bişirin.